Mən qatarı gözləyirəm. Yajdu poyezd. Poyezd kişi cinsindədir və şəkilçi olaraq bu sözə artırılmır. Amma elə rus dilində kişi cinsində olan sözlər var ki, misal üçün druk. Yajdu druga. Burada A şəkilçisi artırılır. Yajdu человека. Burada da A artırılır. Baxmayaraq ki, kişi cinsidir. Amma elə kişi cinsində olan sözlər var ki, şəkilçi artırılmır. Bu da təcrübə ilə əldə olunur. Həmçinin də yajdu poyezd burada da artırılmır. Amma qadın cinsində olan sözləri desək, yajdu maşinu. Maşına qadın cinsindədir. Mən maşını gözləyirəm. Misal üçün podruga. Yajdu podrugu. Bu da U şəkilçisi artırılır. Deməli, qadın cinsində olan sözlərə həmişə U şəkilçisi artırılır. Kişi cinsində olan sözlər fərqli olur.